Bakın, bu gördüyünüz GETS aparatı, əgər siz infarkt insult keçirmişsinizsə, həmin sonraki müddətlərdə fizioterapiyanın özündə əks etdirir və ayaq altında olan akupunktur nöqtələrə təsir göstərərək bütün bədənə qan dövranını bərpa edir və titreşim vasitəsilə həm refleksoterapiyanı, həm akupunkturanı, iqnoterapiyanı özündə birləşdirən bir aparatdır. Bunun sayəsində qan dövranı düzəldir deyə prostat, babasin, sümük oynaq, kronik ağrılarda vital effekt göstərir. Bu ayaq altında aparatlar, dostlar, bunlar boş yeri qoyulmur. Yaxından çəkin, zəhmət olmasa, bu dişçiklər sayəsində ayağımızın altında olan nöqtələrə təsir göstərir. Yəqin ki, iqnoterapiyanın nə olduğunu bilənlər var. Həmin ayaq altında olan nöqtələrə təsir göstərərək bir çox xəstəliklərin qarşısını almağa, müalicəsində unikal effekt göstərir. Baxın, bu gördüyünüz aparatın pultudur və bunun həm daha sürətli rejimi var. Bir dənə onun səsindən görəcəksiniz. Bu daha sürətli rejimidir. Bu isə orta sürət rejimidir və bu gördüyünüz dəqiqələrlə xəstəliyə uyğun olaraq 5, 10, 15 dəqiqəlik seans şəklində istifadə edirsiniz. Və ən azı belə deyək, 20-30 il istifadə edə biləcəyiniz ev həkimidir.